Mr. and Miss Richards were young. Cənab və xanım Richardlar gənc idilər. Were to be'nin keçmiş zamanı, cəm olanda işlənir. And they loved dancing. Onlar sevirdilər. Dancing, rəqs etməyə. And loud music, yüksək səsli musiqini. But they didn't have very much money. Amma onların çox pulları yox idi. Did hansı zamandır? Keçmiş zaman. Do, etməyin did keçmişidir. Didn't have very much money. Çoxlu pulu yox idi. Burada keçmişin inkarını veribdir. They lived in a small flat. O, balaca mənzildə yaşayırdı. Lived. Hansı zamandır? Keçmiş zaman. Necə düzəlirdi? Ya ev, ya da kökdən dəyişirdi. Əla. Və nəyə görə orada a small flat, article işlənibdir? Çünki flat sayılır təkdədir. Əgər bir isim sayılırsa, təkdədirsə, mütləq article qoyuruq qarşısında. And had a small stereo. Və balaca stereo nədir? Nə tapıbsınız stereonu? Kiçik, yəqin ki, stereotip deyirlər buna. Kiçik hədəfləri var idi. They listened to it every evening. They listened, onlar dinləyirdilər it every evening, hər axşam. And all the time, həmişə, on Saturdays, bazar günləri. And Saturday, şənbə, Sunday, bazar. İndi listened hansı zamandır? Geçmiş sadə zaman. Geçmiş sadə zamandır, bəli. Çünki ed artırdıq feilin sonuna. Həm də regular verbslərə aid. Ay sağ ol, regular verbdir. Mr. and Miss Richard, boss, baxın, cənab və xanım Richard, boss, hər ikisi working, işləyirdilər. Very much, çox işləyir. Mən haram oxudum. Worked in a shop, mağazada işləyirdilər. And after a year, bir il sonra, they had quite a lot of money. They had, onların var idi, oldu. Quite, kifayət qədər, a lot of money, çoxlu pulları. İndi uşaqlar, had var, var sözü. Varın keçmişidir, had. Sonra they went out. Onlar getdilər. Went out deyəndə mən artıq çölə harasa gediblər. And bought a big new stereo. Kolonka deyək də buna, kolonka. Aha. Və yeni bir then sonra they went out, getdilər çölə and bought, aldılar a big new stereo, böyük bir kolonka. It played music much more loudly. O deyir played nədir burada? Çalırdı musiqini much more loudly. Çox ucadan. Then the old one köhnəsindən. Mr. and Miss Richard, cənab Richardlar, sometimes bəzən played music very loudly at night. Gecə musiqini çox ucadan çalırdılar. And danced in their living room. Və qonaq otaqlarında rəqs edirdilər. For hours, saatlarla. Then sonra, one day, bir gün, Miss Richard, xanım Richard, görüşdü. One of their neighbors, qonşularının biri ilə görüşdü. On the stairs, pilləkəndə. And said to her, ona dedi, we have got a beautiful new stereo now. We have got, bizim varımızdır. A beautiful, gözəl stereo. İndi, come to our flat, bizim mənzilimizə gəl. And listen to it, ona qulaq as this evening, bu axşam. No, the neighbor answered. Qonşu cavab verdi, yox. Come to our flat. Gəl bizim evim, sən gəl bizim evimizə. Our flat bizim mənzilimizə. And listen to it there. Ona orada qulaq as.
17'ye baxırıq. George never liked work very much. George never heç vaxt like it xoşlamırdı. Work very much çox işləməyi. At school məktəbdə he was always at the bottom of his class. Məktəbdə həmişə, yəni sinifdəki ən axırıncı qiymətləndirməsinə görə deyir də, böyük ehtimal ki, uşaqlardan idi. Yadınızdadır, bir dəfədən mətn keçmişdik. Ən yaxşı uşaqlardan, top of students, belə bir şey var idi. Bottom of students da, o baxımdan, bottom of his class da, yəni sinifindəki ən aşağı, ən zəif uşaqlardan idi. Then, sonra, he went, o getdi, and worked in an office, bir ofisdə işlədi. Went, onun keçmişdi, worked də ed qəbul edirdi. Baxın bir cümlədə, həm irregular verb, həm regular verb var, IUC. Irregular verb kökündən dəyişir. Go, went oldu keçmişdə. Regular verb isə ed şəkilsi qəbul edir. Work, worked oldu. But he didn't do much work there. Amma o çox iş görmürdü orada. Didn't do, etmirdi. Did də keçmişdə inkar edir. Not artıranda. There were big windows in the office. Ofisdə böyük bir pəncərə var idi. And there was a street below them. Və küçə var idi. Below them, aşağıda. There were always, mən qışqırdıqca siz də səsinizi artırırsınız. There were always a lot of people. Həmişə çoxlu insanlar var idi. There was, there were. Yadınızdadır həzrət. There was, var idi. Tək isimləri ilə. There were, var idi. Cəm isimləri ilə keçmiş zamanda. Çoxlu insanlar var idi həmişə. And cars and buses in the street. Maşınlar və avtobuslar küçədə. And George liked sitting at his desk. George xoşlaydı sitting, oturmağı. At his desk, stolunda. And looking at them, və onlara baxırdı. George had a friend. George'un dostu vardı. Had nəyin keçmişidi ay həzrət? Having keçmişidi. His name was Peter. Onun adı Peter idi. Biz nəyə görə burada was dedik? Çünki cümlədə hərəkət bildirən bir feil yoxdur. Keçmiş olduğunu vurgulamaq üçün was word-dən istifadə edirik. His name was Peter. Onun adı Peter idi. He worked in the same office. O eyni ofisdə işləyirdi. But he was very different from George. Amma o George'dan fərqli idi. Yenə də baxın, he was very different. Nəyə görə was verdik? Çünki cümlədə hərəkət bildirən getmək, gəlmək, qaçmaq, belə bir feilimiz yoxdur. George, but he was different, fərqli idi from George'dan. He worked very hard. O çox işləyirdi. Last Tuesday, növbəti Tuesday neçənci gündür? 2-ci gün. George stood, George dayandı. Stood hansı zamanda? Geçmiş, past simple. Proşet ya, past simple. Stand sözünün kökündən dəyişmiş formasıdır. Stood, dayandı. At one of the windows, pəncərələrin birində. Of the office, yəni ofisin pəncərələrinin birində. For a long time, uzun müddət. Then he said, sonra o dedi. To his friend Peter, dostu Peter'e, there is a very lazy man in the street. Küçədə çox tənbəl bir adam var. He began digging a hole this morning. He began. Begin'in keçmişidir. Bax, irregular verb, kökdən dəyişir. O başladı qazmağa. Hole bir deşik bu səhər. But he hasn't done any work. Amma o hələ heç bir iş eləməyib, bitirməyibdi. Hasn't done, bitirməyib. For half an hour, bir saatdir. Tim Jackson was a rich young man. Tim Jackson varlı gənc adam idi. Baxın, keçmiş zamandadır, idi. Nəyə görə was işlənib? Çünki burada hərəkət yoxdur.
He liked girls. O kızları hoşlayırdı. Very much, çok. And ve often tez went out. Çöle gelirdi. To dinner, nahar etme. Bu went out to dinner yani restorana falan gelirdi mənasında. Nahar etmeye gelirdi. With them, onlar ile. He usually o adeten went to the same restaurant. Went gelirdi to the same restaurant. Aynı restorana. To burada A mənası verir də. But the waiters ama aksiyantlar there orada didn't like him. Onu hoşlamırdılar. Very much, çok. Because çünkü he didn't give them good tips. O didn't give vermirdi. Them onlara good tips. Nedir tips? Çaya boyaşso. Yani restoranlarda 1-2-3-5 manat falan verirler ya əlavə o. And because ve çünkü he always o həmişə asked them difficult question. Asked soruşurdu them onlardan difficult questions çətin suallar. And then ve sonra gave them onlara cevabını deyirdi. Then sonra the girls laughed and said kızlar gülürdü, laughed gülürdü ve deyirdi. You are clever Tim. Sen ağıllısan Tim. And Tim was happy. Tim xoşbəxt olurdu. Baxın yenə də happy sifətdir. Ona görə orada to be işlənmir. One day bir gün he took a beautiful girl. Took take'in keçmişidir. Kökündən dəyişir. He took o apardı. A beautiful girl. Gözəl bir kız. To the restaurant. Restorana. Her name was Susan. Onun adı Susan idi. Tim said to her, Tim ona dedi, what are you going to eat? Ne yemek istəyirsən, Susan? She looked, o baxdı. At everything, looked at everything, her şeye baxdı. And then said, sonra dedi, those fish, o balıqlar, look good, yaxşı görsənir. Don't say, düzdürmü? Tim looked at them, Tim onlara baktı ve dedi, yes, they do. Bəli. Bax Fərid, burada yes, they do falan var. Kısa təsdiq. Cümlənin içində sənin feilin hansı zamandadırsa, sən o zamanda cavab verməlisən. Amma burada Tim looked at them, baxdı və dedi, yes, they do. I know a lot about fish. Burada niye belə yazıbdı? Qarşılıq olaraq məsəl üçün mən deyirəm ki, çölə baxdım, mən baxdım, sənə indi deyirəm də, ona görə yes, they do yazıbdı. Amma testlərdə bu düşür ki, məsəl üçün Tim looked, yes, he did, məsəl üçün, belə düşür. Ona diqqət edin. I know a lot about fish. Mən balıq haqqında çox şey bilirəm. A lot of, baxın, niyə of yoxdur Fərid burada? Niye a lot ofsuz işlədibdi? Çünki narrative-dir. I know, mən bilirəm çox. Çox nəyə aiddir? Hərəkətə aiddir. Zərfdir burada. I know a lot, çox bilirəm. Desəydi çox kitablar deyərdik a lot of books. İsim gəlirsə of olmalıdır. Yaxşı, bunu yadına saxla. Sonra he turned to the waiter, o afsiyanta döndü və dedi, waiter, afsiyant, these fish are French. Bu balıqlar fransızdır. Aren't they? Düzdürmü? Bax Fərid, yenə də. These fish are. Sən burada köməkçi feilin are olduğuna görə görsən aren't they? Onunla veribdir. Testlərdə düşəcək, buna diqqət elə. I don't know. Answered the waiter. Mən bilmirəm. Afsiyant cavab verdi. They haven't spoken to me. Onlar mənimlə danışmayıb. 19. It was very hot day. Çox isti bir gün idi. Baxın yenə was var. Hərəkət yoxdur ona görə. In the middle of summer. Yayın ortasında. There were no trees along the street. There were no trees. Ağac yox idi. Along the street. Küçə boyunca. Mr. Brown closed his shop. Mr. Brown closed, bağladı his shop mağazasını. At 5:30.
5'in yarısı. Bəli. Opposite, hə. Went out, getdi. Into the street, küçəyə. And began walking. Yeriməyə başladı. Began keçmişdədir. To his bus, avtobusda tərəf. He was very fat. O çox kök idi. The sun shone. Dünyadakı tək mötəbər böyük olan şeylərin qabağına Z artıqlı işlərilir. Məsələn, the sun, the moon, çaylar, dənizlər, okeanlar, göllər, əzbərləyirsiniz, dağlar, bəli. The sun shone straight down. Günəş işıq saçırdı. Düz, yəni bunların təpəsinə. Down the street, yəni küçəyə. And in a few minutes, bir neçə dəqiqədə Mr. Brown was very hot. Mr. Brown çox istiləndi. A small boy came out of another shop. Balaca oğlan came out. Çıxdı. Another shop. Başqa bir mağazadan. Another başqadır da. An artiklına görə isim sayılan təkdə olmalıdır. Fərid. Bax, another shop. Shop sayılır təkdə deyə ən veribsən. Amma sən azə desəydin, shops deməliydin. Başqa mağazalar. Another shop in the street, küçədəki digər mağazalardan. And followed mağazadan. And followed Mr. Brown və izlədi Mr. Brown'ı. He stayed very near him. O qaldı, stayed, dayandı. Very, çox, near, yaxın him ona. Ona çox yaxın dayandı. All the time, həmişə. And he kicked the heels of Mr. Brown. Kicked, yəni ayağı dəyirdi də. The heels, tabanına Mr. Brown'un. Olur ey adam yerini de görsün, kimsə tabanına dəyir. Mr. Brown shoes, ayaqqabısının tabanına dəyirdi. Several times, bir neçə dəfə. Several'dan həmişə isim cəmdə olur. Çünki bir neçə deməkdir, həmişə cəmdə olur. Bu qeydləri Nəsir, hamısını yazıb əzbərləyirsən, ha, bunlar düşür testlərdə. Mr. Brown looked at him angrily. Mr. Brown ona baxdı angrily, acıqlı şəkildə. Each time, həmişə. Nəyə görə angrily dedik, Fərid? Nəyə görə l-yı? Looked at him angrily. Çünki looked at, baxdı, hərəkət var, narrator'dir, zərfdir. Nerede qalmışıq? After the third time, üçüncü dəfədən sonra Mr. Brown stopped. Mr. Brown dayandı. Turn it round. Ətrafına döndü. And said və dedi. Siz a small boy, balaca oğlana. What are you doing? Sən nə edirsən? Stop following me. Dayan məni izləməyi. Like that, belə izləməyi dayan. You are going to hurt my heels. To be going to nə deməkdir? Ay sağ ol, sən mənim ayağım tabanımı incidəcəksən. Please, don't stop me. Zəhmət olmasa dayandırma mənim. The small boy said, balaca oğlan dedi. It's very hot today. Bugün çox istidir. Ay sağ ol, there isn't any shade. Heç bir kölgə yoxdur. Baxın, əgər cümləmiz inkardadırsa və yaxud da sualdadırsa eyni istifadə edirik. Ha, ona görə there is not some shade demir. There is not any shade. Heç bir kölgə yoxdur anywhere else. Başqa heç harda. Anywhere. Heç harda else da başqa deməkdir. In the street, küçədə. Harry has always loved airplane. Harry həmişə sevirdi təyyarələri. When he was younger, o gənc cavan olanda. Uşaqlar, younger gənc deməyək, yəni yaşı az olanda. He said, bu say sözünün keçmişi daha said. O deyirdi. I am going to go into the Air Force. Mən gedəcəm. Air Force bu havada belə paraşüt, skydiving, belə aktivitelərə deyilir. But his eyes were not very good. Amma onun gözləri yaxşı değildi. And he didn't get in. Və o gedə bilmirdi. Daxil ola bilmirdi, yəni Air Force'a. Then, sonra he said, o dedi, I am going to buy, mən alacağım.
A small airplane, balaca təyyarə. And I am going to have flying lesson. Və mən uçuş dərsinə gedəcəm. But small airplanes, amma balaca təyyarələr and flying lessons, uçuş dərsləri are very expensive, çox bahadır. Harry didn't have much money. Harry'nin çox pulu yox idi. But last year, ötən il, Harry tapdı. A new skydiver club, yeni skydiver klubu, near his home, evinin yaxınlığında. Dedim də bu ekstrem hava idman növüdür, skydiving. Görürsünüz bəlkə internetdə atlayırlar belə ulduz şəklində hamısı dururlar. Tamam. Harry didn't have much money, Harry'nin çox pulu yox idi, onu dedim mən. But last year, amma keçən il. Uşaqlar, last year deyirsə, cümlədə hansı zaman götürərsiniz? Keçmiş zaman götürərik. Harry found, find sözünün keçmişidir, kökündən dəyişir. Irregular verb'dir. Harry found a new skydivers club. Yeni skydiver klubu tapdı. Near his home, evinin yaxınlığında. The lessons didn't cost very much. Həzrət, nə deməkdir? Lessons didn't cost very much. Derslerin qiyməti çoxdur. Değildi, Aysa. Qiyməti çox değildi. Cost qiymətdir. Harry began going to the club. Harry başladı kluba getməyə. Every Saturday, hər şənbə günü, and Sunday, həm bazar günü. Every'dən sonra isim həmişə təkdə işlənər. And having lesson və dərs aldı. Now he is a good skydiver. İndi o qəşəng nədir? Skydiver'dır. Last week, ötən həftə, an old lady said to him, qoca qadın ona dedi, you are a very brave young man. Sən çox cəsur, gənc adamsan. Nəyə görə orada article işlətmişik? Aha, Yusuf. Əgər isim sayılır təkdədirsə, bax bu deməkdir ki, you are a man. A man mənə aiddir. İsmin qabağında very, brave, cəsur, young, gənc işlənibdir. Amma o artiklı mən kişiyə aiddir. Baxın uşaqlar, burada deyirəm ki, burada çox uşağıq, düzdür? Deyirəm ki, o oğlan, oğlanlardan biri və yaxud da o oğlan yaxşı uşaqdır. Yox, elə deməyim. Deyirəm ki, bu qrupda bir yaxşı oğlan var ki, o dərslərini çox yaxşı çalışır. Kimi dedim uşaqlar? Kim? Hansı oğlan? Hansınızsınız? Cəsurdur, Yusifdir, sən Yusifsən, Nəsirdir, Fəriddir, Məhəmməddir, Həzrətdir, İbrahimdir. Hansıdır? Hansı oğlan? Bildiniz? Bilmədiniz. Ona görə buna deyirlər qeyri-müəyyən əvəzli, bilinmir kimdir. Amma desəm ki, Z-boy dərsləri yaxşı oxuyur deyəndə Z-boy desəm, biləcəksiniz kim? Kimi göstərdim? İbrahimi göstərdim. Yəni uşaqlar, artiklı isim sayılmalı olmalı, amma qeyri-müəyyən bilinmir kim? Bilinmir kim? Amma əgər bilirəmsə kimdir, Z artiklı verəm isimin qabağında. Sonra, you are very brave young man, sən gənc, cəsur gənc adamsan. How do you jump? Necə hoppanırsan? Out of an airplane. Təyyarədən çölə, like that, belə. I am not brave. Mən cəsur deyiləm. Harry said and he smiled. Dedi və gülümsədi. I am in the airplane, mən təyyarədəyəm, and I say to myself, və özümə deyirəm, it's going to crash in a few seconds. Bir neçə dəqiqə qəzaya uğrayacaq. It's going to crash. Crash qəzadır, qəzaya uğrayacaq. Then, sonra, I am very afraid, mən çox qorxuram. And jump out quickly. Və hoppanıram. Bəli. Buyur, nə?